Değerli izleyiciler, bir daha salamlayırıq. Bu günləri evin yeganə övladım, vətən uğrunda qurban verən bizim müqəddəs anamız, qəhrəman anamız Tünzalə ana sağ olsun, var olsun. Mənim ayağım çatladığı üçün Allah hamd olsun. Yəni bu günləri bir xəcalətdir mənim üçün ki, yəni şəhid valideynləri var olsun. Bax bu gün anamız da gəlib mənə dəyməyə, qarşısında baş əyirəm. Anam Allah səni var eləsin, Allah sizə can sağlığı versin. Biz sizin kimi analardan fəxr edib qüruruz keçiririk, var olasın. Allah sənə şəfa versin, Allah kömək olsun. Həqiqətən axşam gördüm paylaşımda, inan Allah gecə zəng elədim. Gülləmə eləmişdin hə. Nəsə olub, dediniz ki, belə ayağa çartlayıb, Allah sənə kömək olsun. Var olasınız. Hər vaxt, hər an yanımızda olubsan, bizim də sənin yanında olmaq borcumuz. Var Allah olasın. sənə kömək olsun. Təşəkkür edirəm. Allah olsun. Balların toyuna gələr. Birinci məktəbə girsin oğlanların qəşəng. İnşallah. İkinci də toylarına gələr. Var Allah olan. var eləsin. Təşəkkür edirəm. Bir daha qarşında baş əyirəm. Bütün şəhid anaların qarşısında baş əyirəm. Var olsunlar. Allah səbir versin, can sağlığı versin. Var olun.